Əziz nənələr, babalar, hörmətli ağsaqqallarımız, arbisəklərimiz. Bugün sizinlə danışmaq istədiyim mövzu o qədər ağrılı, o qədər həssasdır ki, hər bir kəlməni ürək ağrısı ilə deyirəm. Şok xəbər, təqaüdçülər, hazır olun. Qaz 2 qat bahalaşır, limitlər ləğv edilir. Sizə gələn bu yeni il qaz bahalaşmasıyla, yeni əziyyətlərlə gəlir, mənim qocaman dostlarım. Siz bu vətənin hər daşında, hər kərpicində zəhmətinizin izini qoymusunuz. Bu ölkənin bugünkü günü üçün ömrünüzü sərf etmişsiniz. Neçə-neçə soyuq qış görmüsünüz, neçə-neçə çətinliklə üzləşmişsiniz. Lakin hər zaman çıxış yolu tapmışsınız. Bəs indi, bu qoca yaşınızda, dövlət sizi bu soyuq qışda necə yaşamağa məcbur edir? Bu ədalətlidirmi? Xahiş edirəm yazın mənə, neçə il işləmişsiniz, hansı çətinliklərlə üzləşmişsiniz ki, bugün evinizi isitmək belə sizin üçün bir lüksə çevrilib. Axı sizin kimi zəhmətkeş insanların bu vəziyyətə düşməsi, soyuq divarlar arasında üşüməsi haqqımı? Bugün mən təqaüd hüququ üzrə çalışan bir hüquqşünas olaraq sizin dərdinizə şərik olmaq, sizə yol göstərmək üçün buradayım. Mənə bəzən elə gəlir ki, yuxarıdakılar bizim babalarımızın, nənələrimizin nə dərdi, nə qayğısı var bilmirlər. Bilmək istəmirlər. Siz ömrünüzü bu vətənə verdiniz, körpələr böyütdünüz, bu ölkənin tikintisinə zəhmətinizlə töhfə verdiniz. İndi isə o körpələr böyüyüb, sizin kimi qocaları qorumaq yerinə qazın pulunu onlardan 2 qat tələb edirlər. Deyirlər ki, güya tarif şurasında əhali üçün qaz istehlakı limitlərinə tam yenidən baxılması fəal şəkildə müzakirə olunur. Əvvəllər necə idi? Bir limit var idi, 150 kubmetr, 200 kubmetr, müəyyən bir həddə siz daha ucuz qiymətə qaz istifadə edə bilirdiniz. Bu az da olsa soyuq qış günlərində balaca bir təsəlli idi. Bir ümid idi ki, evdəki nəvələriniz üşüməsin. Amma indi yeni qərar layihəsinə, qərar nömrə 88-ə görə artıq ayın ilk günündən etibarən hər kub üçün 24 qəpik ödəməli olacaqsınız. Hər kub üçün. Nə limit, nə güzəşt. Sizin o 300 manat təqaüdünüzlə nə qədər ev istə bilərsiniz ki? Bir ayın qaz pulu bəzən 100 manatı keçir, bəzən 150 manata çatır. Bəs qalan pul hara çatır? Dərmana, yeməyə, nəvə nəticəyə. Bu necə yaşayışdır? Mən bu səbəbdən, bu ədalətsizliyə susmamaq, səsimizi uzatmaq üçün buradayam. Buna görə də əziz dostlar, əgər siz də hüquqlarınızın müdafiəsini istəyirsinizsə, qanunlardakı dəyişikliklərdən dərhal xəbərdar olmaq istəyirsinizsə, kanalımıza abunə olmağı unutmayın. Çünki bu kanal sizin səsimizdir, sizin haqqınızın müdafiəçisidir. Gəlin bir anlıq geriyə, keçmişə qaydaq. Bizim nənələrimiz, babalarımız həmişə qənaətçi olublar. Onlar çətinliklərin öhdəsindən gəlməyə bacarıblar. Onlar evlərini isitmək üçün hər şeyi ediblər. Köhnə tikillərdə, kənd evlərində, rayonlarda yaşayanlar bilir ki, divarların o soyuğunu nə ilə isitmək mümkündür? Onlar soba yandırırdılar, odun yandırırdılar, kömür yandırırdılar. Amma evdə uşaqlar üşüməsin deyə əllərindən gələni edirdilər. Sonra qaz gəldi, limitlər tətbiq olundu. Bu bir qədər rahatlıq idi. İnsanlar bilirdi ki, müəyyən bir həddə istifadə etsələr, büdcələrinə ziyan dəyməyəcək. Amma bugün nə baş verir? Dövlət Sosial Müdafiə Fondu bizim əziyyətimizin, zəhmətimizin qarşılığı olaraq bizə təqaüd verir. O təqaüdün məqsədi odur ki, insan qocalığında heç kimə möhtac olmasın, rahat yaşasın. Bəs indi bu təqaüd, bu 300 manat, hətta bəzilərinin aldığı daha az məbləğ, bu yeni qaz qiymətləri ilə necə yaşayacaq? Mən rayonlara gedirəm, kəndlərdə oluram, yaşlı insanlarla söhbət edirəm. Nənə Fatmanı xatırlayıram. 83 yaşında bir qadın. Ömrünü pambıq tarlalarında, kolxozlarda keçirib. Əlləri qabar-qabar, üzü qırış-qırış. Övladları Bakıda işləyir. Bəziləri Rusiyada, Türkiyədə çörək pulu qazanır. Hər ay az da olsa ana atasına pul göndərirlər. Amma Fatma nənə qürurlu qadındır. Heç vaxt övladlarına yük olmaq istəməz. O deyir ki, mənim təqaüdüm var, mən öz ayaqlarım üstə durmalıyam. Amma indi onun yaşadığı 2 otaqlı balaca kənd evini qazla isitmək üçün 100 manatdan çox pul tələb olunur. Fatma nənə 300 manat təqaüd alır. 100 manat qaz, 50 manat elektrik, su, zibil. 150 manat. Qalan 150 manatla necə yemək alsın, dərman alsın, bir paltar alsın, nəvəsinə bir şirniyyat alsın. O ağlayaraq deyirdi ki, mən indi nə edim balam? Buz kimi divarların arasında oturum, yoxsa yeməkdən kəsim. Onun ağsaqqal əri Əhməd baba, 90 yaşına yaxınlaşan, ömrünü maldarlığa, əkinçiliyə həsr etmiş bir insan, indi hər gün pəncərədən çölə baxır. Günəşli gün axtarır ki, biraz evin havası isinsin. O öz evi, öz zəhməti ilə tikdiyi evdir.
İndi o evin daxilində üşümək onun ürəyini parçalayır. Bu, bizə necə bir dövlət quruluşu tərəfindən göstərilən hörmətdir. Axı bu insanlar, bu nənə-babalarımız bizim kökümüzdür, bizim bünövrəmizdir. Onlar yoxsa biz də yoxuq. Bəs gəlin görək, kimlər risk altındadır? Əlbəttə ki, minimum təqaüd alanlar. Yəni o bəhs etdiyimiz 300 manat təqaüd alanların vəziyyəti ən acınacağıdır. Xüsusilə də kənd yerlərində, rayonlarda, qaz xətlərinin çəkilişi köhnə, istilik izolyasiyası zəif olan evlərdə yaşayanlar. Böyük ailəli insanlar, nəvələri ilə birgə yaşayanlar. O evlərdə qaz sərfiyyatı daha çox olur. Bir də var xəstəlikləri olan təqaüdçülər. Revmatizm, oynaq ağrıları, astma kimi xəstəliklər soyuqda daha da şiddətlənir. Onlar evlərini isti saxlamağa məcburdurlar, amma pulları yoxdur. Bu kateqoriyadan olan insanlar bu qış doğrudan da böyük çətinliklərlə üzləşəcəklər. Bəs kimlərə güya yüksəliş düşürdü? Kimlər daha az təsirlənəcək? Təəssüf ki, realda təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması demək olar ki, yoxdur. İldə bir dəfətən seçki qabalı dövrlərdə 10 manat, 20 manat kimi gülünc artımlar verilir. Onu da inflyasiya 10 dəfə yeyib qutarır. Qiymətlər hər gün qalxır, amma təqaüdlər yerində sayır. Əslində isə bugün ən azı 700-800 manat təqaüd almalı olanlarımız var idi. Onlar uzun illər ağır işlərdə çalışıblar, zərərli şəraitdə işləyiblər. Amma DSMF-nin hesablamalarına görə onların təqaüdü o qədər də fərqlənmir. Kimlər nisbətən daha rahatdır? Bəlkə də Bakıda yaşayıb, övladları yaxşı işdə olan, qohum-əqrəba tərəfindən daimi dəstək alanlar. Yaxud vaxtında yaxşı maaşla işləyib, bu səbəbdən nisbətən yüksək təqaüd alan az sayda insanlar. Amma bunlar bizim təqaüdçülərin böyük əksəriyyətini təşkil etmir. Mən bu insanları görmədiyimi, onların mövcud olmadığını demirəm. Sadəcə onların sayı o qədər azdır ki, bizim ümumi təqaüdçülər ordumuzun problemini həll etmir. Mənə tez-tez müraciət edən yaşlı müəllimə Sürəyyə nənəni xatırlayıram. 40 ildən çox məktəbdə dərs deyib. Neçə nəslin həyatında iz qoyub. Hər şey bilən, savadlı, zəhmətkeş bir ağbirsəkdir. İndi özü tək yaşayır, uşaqları xaricdədir. Təqaüdü 400 manatdır. Hər ay müəyyən məbləği dərmanlara gedir. Çünki ömrünü təhsilə həsr edib, öz sağlamlığına baxa bilməyib. İndi o da düşünür, görəsən bu qışı necə keçirəcək? Deyir, mən nəvələrimə danışardım ki, necə çətinliklər görmüşük, amma həmişə irəli getmişik. İndi nə danışım? Onlar mənim üşüdüyümü görüb nə düşünəcəklər? Bu bizim dəyərlərimizə, yaşlılara olan hörmətimizə yaraşırmı? Mənim qəlbim buna tab gətirmir. Siz necə düşünürsünüz, əziz nənələr, babalar? Bugün miçel işləyənlər belə soyuqda qalmalıdırmı? Bu ədalətlidirmi? Zəhmətinizin qiyməti bu mu? Xahiş edirəm, rəy bölməsində öz fikirlərinizi, təcrübələrinizi bizimlə bölüşün. Mənim üçün hər birinizin sözü dəyərlidir. Bəlkə sizin təcrübəniz başqalarına da yol göstərər, ümid verər. Bəs bu vəziyyətdən necə çıxmaq olar? Nə etmək lazımdır? İlk növbədə hüquqi müstəvidə fəal olmalıyıq. Birincisi, kollektiv müraciətlər. DSMF-yə, Tarif Şurasına, Milli Məclisə, deputatlara kollektiv müraciətlər etməliyik. Yüzlərlə, minlərlə insanın imzası ilə edilən müraciətlərə biganə qalmaq daha çətin olur. Hərçənd bu cür qərarların arxasında siyasi iradə dayandığı üçün birbaşa nəticə verməsə də, ən azından onların bu addımlarının nə qədər insanı narahat etdiyini göstərmək lazımdır. Hər birimiz fərdi qaydada müraciət edə bilərik, lakin kollektiv müraciətlər daha böyük təsirə malikdir. Mənimlə əlaqə saxlasanız, belə müraciətlərin necə tərtib olunması barədə sizə köməklik göstərə bilərəm. İkincisi, yerli idarəetmə orqanlarına müraciət. Bələdiyyələrə, icra hakimiyyətlərinə müraciətlər ünvanlayın. Onlardan təqaüdçülər üçün sosial dəstək proqramlarının yaradılmasını, yerli büdcədən müəyyən subsidiyaların ayrılmasını tələb edin. Bilirəm, çox vaxt boş vədlər verilir, amma müraciət etmək vacibdir. Bu müraciətlər gələcəkdə hər hansı bir hüquqi mübarizədə sübut bazası ola bilər. Üçüncüsü, millət vəkillərinizlə əlaqə saxlayın. Onlar sizin maraqlarınızı Milli Məclisdə qorumalıdırlar. Onlara bu problemin nə qədər ciddi olduğunu, nə qədər insanı narahat etdiyini çatdırın. Onlardan bu məsələni parlamentdə qaldırmalarını, müzakirəyə çıxarmalarını tələb edin. Dördüncüsü, hüquqşünas məsləhəti. Fərdi vəziyyətinizə uyğun hüquqi məsləhət almaq vacibdir. Bəlkə sizin hansısa güzəşt hüququnuz var, lakin bundan xəbərsizsiniz. Mən və komandam hər zaman sizə kömək etməyə hazırıq. Beşincisi, cəmiyyət arasında fəallığı artırmaq. Sosial şəbəkələrdə, televiziya və radiolarda bu məsələnin geniş müzakirəsini təşkil etməliyik. Qoy bütün ölkə bu problemin nə qədər ciddi olduğunu görsün. Praktiki tövsiyələrə gəldikdə, birinci, evlərinizin istilik izolyasiyasına diqqət edin.
Pəncərələrin, qapıların aralarını bərkidin, boşluqları bağlayın. Divarları qalın pərdələrlə örtmək, xüsusilə də künc otaqlarda istiliyi bir qədər qorumağa kömək edə bilər. Bilirəm ki, bu böyük xərc tələb edir, lakin kiçik tədbirlərlə də nəsə etmək mümkündür. İkinci, alternativ istilik mənbələrini araşdırın. Elektrik qızdırıcıları da elektrik pulu tələb etsə də, bəzən qazdan daha sərfəli ola bilir, xüsusilə də kiçik otaqlarda. Lakin burada da ölçülü olmaq lazımdır, çünki elektrik qiymətləri də aşağı deyil. Odun və ya kömür sobalarına qayıtmaq bəzi rayonlarda hələ də tətbiq olunur, amma bu da əlavə xərc və zəhmət tələb edir. Üçüncü, ailəvi dəstək. Bugün bizim ən böyük gücümüz qohum-əqrəbə əlaqələrimizdir. Övladlarınız, nəvələriniz sizinlə maraqlanmalı, sizə dəstək olmalıdırlar. Bəzən bir nəfərin imkanı yoxdur, amma 3-4 nəfər birləşəndə bir yola salmaq olur. Övladları Bakıda və ya xaricdə işləyənlər üçün bu bəlkə də ən real çıxış yoludur. Amma bu da həmişə mümkün olmur. Hamının öz dərdi var. Dördüncü, büdcə planlaması. Çox çətin olsa da, hər ay gəlirlərinizi və xərclərinizi diqqətlə nəzərdən keçirmək lazımdır. Nəyin vacib olduğunu müəyyənləşdirmək və ilk növbədə o xərcləri ödəmək. Bu əlbəttə ki, lüksə deyil, sağ qalmağa hesablanmış bir planlama olacaq. Unutmayın ki, sizin haqqınız, sizin zəhmətiniz danılmazdır. Bizim bugün yaşadığımız hər bir uğurda, bu dövlətin hər bir inkişafında sizin payınız var. Siz bu dövləti qurdunuz, böyütdünüz, ərsəyə gətirdiniz. İndi isə o dövlət, əfsuslar olsun ki, sizin ən təməl ehtiyaclarınızı belə təmin etməkdə çətinlik çəkir. Daha doğrusu, çətinlik çəkdiyini göstərir. Bəs indi, bu qoca yaşımızda, bütün bu zəhmətlərdən sonra, ömrümüzün payızında bizə bu qışı üşüyərək keçirmək mi qalıb, əziz nənələr, babalar? Siz buna layiqsinizmi? Cavabınızı rəylərdə gözləyirəm. Sizin səsiniz mənim üçün, bu məsələdə sizinlə bərabər mübarizə aparan hər kəs üçün ən böyük dəstək olacaqdır. Bir yerdə biz güclüyük. Sağ olun əzizlərim.